Allah qadarını alım ki biz dərdə dil eləyək da, qurban olum sənə. Allah bu istini veribsən. Ax biz elə özümüz İranda cəhənnəmdəyik də, Xudaya gözümüzü açandan kasıbçılıqla, yoxsulluqla zindəcanlıq elədik. Nə bir düzə məlli maaşım verdin, nə düzə məlli ev verdin, nə düzə məlli var verdin, nə düzə məlli qaynana qaynata verdin, nə dədə nənə verdin, dədə nənə uşaq götü verdi ərə. Başımızı əhdilər. Dedik olsun cəhənnəmə, ovladlarımızı inşallah dünyaya gətiririk, ovladlarımız böyüyər, yapışar əlimizdən. Ki bu uşaqlarımız böyüdülər, Allaha şükür. Heç əlimizdən yapışmadılar heç, indi qıçımızdan da çəkirlər. Az qalırıq, üzümüz üstə deyək. Üzümüz çapıla, dağıla. Hələ əlimizdən yapışmırlar heç, qıçımızdan da çəkirlər. Hələ yaxçı. İnşallah elə evlərində xoş olsunlar. Dedi, yansın çıraqlar, gəlsin işıqlar, istəmədik. Xülasə, Allah sənə qurban olum. Gəldik, bir qola böyüdük, iş tapdıq, işlədik, dedik baznişəst olduq. Oturduq evdə, durduq bir kişiylə, gəzərik, dolanıq. Qafiləzin ki, gəzib dolanmaq. Baznişəst olduq, dəqod elimiz çox oldu. Uşaqlarımızın birini verdik ərə, getdi, 2 oldu. 2 oldu, bir ildən sonra getdi, 3 oldu, gəldi başımıza. 4 oldu, gəldi 4 nəfərə. 5 oldu, gəldi 5 nəfərə. Biri yox ha. İkisini verdik ərə, oldu 5 nəfər. Dedik, yaxçı oldu da, verdik ərə, yoxamız qutuldu, getdilər evlərinə. Biz də biz aramışa çıxarıq. Aramış səhlidir. Heç aramışın üzünü də görmədik. Aramış səhlidir. O qəd zindəqanlığımıza fişar gəldi, əshab gəldi. Dəqodel gəldi ki, haqsız hesabsız. İndicə bunların uşaqlarını böyüd, özlərini böyütdün, qutulduca uşaqlarını böyüd. Bunlar geçsinlər, işləsinlər, özlərinə bir iş sahibi olsunlar. Bala bə biz sizi saxladıq, iş sahibi elədik. Özümüz işdən düşdük, indi qocalmışıq. Milçə sən nə deyirsən? Milçə sən nə deyirsən? Milçək. Girir rəsmi gözümə ha. Xülasə, nə deyim, nə ərz eləyim? Allah qadarını alım, indi biz baznişəst olmuşuq, qocalmışıq. İndi bu işini veribsən biləmizə, yoxsulluğu veribsən biləmizə. Özümüzdən də istəsən kabab pişirəsən. Axı sən deyirsən, mən heç bəndəmə fərqi qoymuram. Və bu nəyin fərqidir? Niyə fərqi qoymayıbsan? Fərqi qoymusan, mənə də 7 mərtəbə saxtaman ver. Fərqi qoymusan, mənə də 100 milyon hüquq bağla. Fərqi qoymusan, mənə də şahsi bolənd ver. Fərqi qoymusan, mənə də pul ver. Fərqi qoymusan, mənə də qızıl ver. Fərqi qoymusan, mənə də əyanı yemək içmək ver. Fərqi qoymusan, mənə də səhət bədən ver. Harasın deyim, niyə fərqi qoymusan? Vallahi sən çox fərqi qoyubsan. Sən başıyan dolanım. Bax, bir məndən soğuqu suval eləməyəcəksən o dünyada, ha? Yaxçı, yadında saxla. Da mən nə mənə var, burada çəkmişəm. Mən orada soğuqu suvala vaxtım yoxdur. Mən gələcəyim orada, sənin behiştində oturam, zorla oturacağım orada, heç nə qədər desən çıx eşiyə, çıxmayacağım. Da mən bilmirəm. Mən cəhənnəmi bu dünyada görmüşəm. Bax, issi desən çəkmişəm, tüssü desən çəkmişəm, yoxsulluq desən çəkmişəm, şikəncə desən çəkmişəm, mərizlik desən çəkmişəm. Maşallah, mərizlik ənva əqsam veribsən biləmə ha. Da bax, qətdən tutdu, fişardan tutdu, asmıdan tutdu, çolaqlıqdan tutdu, ufunətdən tutdu, riya müşkilindən tutdu. Mən nə mənə qaldı mən desəm. Mən elə bir dəfə yırtıq yamağı eləyibsən, qurban olum sənə. Sən başıyan dolanım. Da məndə yeri yoxdur valla, Quranın olsun, mən döşək yorğan deyiləm ki, mən yırtıq yamaq eylisən. Hə, necə ha, o qonşumuza hər nə veribsən ha, gündə məni gördüyü bətul, şimaldan gəlirəm.
Bətul Əsəluyədən gəlirəm. Bətul Xürrəmşəhridən gəlirəm. Bətul Əhvazdan gəlirəm. Bətul Həmədandan gəlirəm. Bətul ölədi, sən yoxan qutuladı, ikisi sözünü deyənməyəydin. Bətul çatdı yaydın.